Asallı rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan Oxu AZA istinadən məlumatına görə hadisə bugün səhər saatlarında Əliət-Astara magistral yolunun Masallı rayon ərazisindən keçən hissəsində baş verib. Astara rayon sakini 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi Mercedes markalı 90-85 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib. Avtomobildə olan 2 sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə hadisəyə yağışlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırma aparılır.